Salam dostlar. Bugün sizə dövlət qulluğu və magistratura imtahanlarında məntiqdən belə bir test verilir. Məsəl üçün 2 üstü 121 deyir ki 2 üstü 121 qüvvəti 121 olan ədədin sonuncu rəqəmini tapın. Və yaxud da ki sonuncu rəqəmi nədir? Bunu nə edirik? Baxın, indi sizin üçün çox sadə şəkildə bunu izah edəcəm. Məsələn, 2 üstü 1 bərabərdir 2-yə. 2 üstü 2 bərabərdir 4-ə. 2 üstü 3 bərabərdir 8-ə. 2 üstü 4 bərabərdir 16-ya. 2 üstü 5 bərabərdir 32-yə. 2 üstü 6 bərabərdir 64-ə. 2 üstü 7 bərabərdir 128-ə. 2 üstü 8 bərabərdir 256-ya. 2 üstü 9 bərabərdir 512-yə. 2 üstü 10 bərabərdir 1024-ə. 2 üstü 11 bərabərdir 2048-ə. 2 üstü 12 bərabərdir 4096-ya. Diqqətlə baxsaq dostlar, görürük ki, hər 4 mərhələdən bir təkrarlanma var. Məsəl üçün, hər 4 rəqəmdən bir təkrarlanma var. Yəni, bizim 2-nin qüvvəti bərabər olur 2-yə, 4-ə, 8-ə və 6-ya son rəqəm dediyinə görə. Yəni, rəqəmlərimiz 2-yə, 4-ə, 8-ə və 6-ya bərabər olur və bu hər dəfə təkrarlanır. Yenə də davam eləsək, yenə də təkrarlanma gedəcək. Nə edirik? Bunu bildik yaxşı. Bildik ki, hər 4 rəqəmdən bir təkrarlanma var. Nə edəcəyik? 121 deyil qüvvətimiz. Bunu 4-ə böləcəyik. 121'i 4'ə böləcəyik. 12'də 4 3 dəfə çıxsın 12. 1'də 4 yoxdur. 1 qalır. Deməli. Əgər qalıqda 1 qalacaqsa, o zaman 2'ni götürəcəyik. Nədir? Çünki birinci rəqəmimiz nədir? 2'dir. Deməli, əgər qalıqda 2 qalarsa, ikinci rəqəmi götürəcəyik. Qalıqda əgər 3 qalarsa, üçüncü rəqəmi götürəcəyik. Qalıqda heç nə qalmazsa, o zaman dördüncünü götürəcəyik. Yəni cavabımız 6 olacaq. Gəlin başqa bir misal yoxlayaq. Deyək ki, bizə 2 üstü, lap böyük rəqəm yazıram, 485 verilib. Yoxlayaraq, nə edirik? 485-i yenə 4'ə bölürük. Bölək. Deməli, 4'də 4 bir dəfə, 8'də 4 2 dəfə, 5'də 4 yenə bir dəfə. Yenə qalığımızda nə alındı? 1 alındı. Deməli, cavabımız olur 2. Gəlin başqa bir ədəd götürək. Hələ ədədi götürüm ki, sonu qalığa 1 alınmasın. Götürək məsələn 2 üstü 618. İndi yenə 618'i nə edirik? 4'ə bölürük. Niyə 4'ə bölürük? Çünki hər 4 ədəddən bir təkrarlanma gedir. Bölürük 4'ə. Deməli, 6'da 4'ümüz bir dəfə çıx 4.
2 yazırıq, 1 gəlir yanına. 21-də 4-ümüz 5 dəfə çıx 20. 1 qalır. 8-i gətiririk. 18-də də 4-ümüzdə neçə olur? 4 dəfə olur. Çıx 16, qalıqımız 2 qalır. Nə oldu cavabımız? İkinci nə gəlir? 4 gəlir. Yəni belə dostlar. Yadımızda saxlayırıq ki, 2-nin qüvvətində hər 4 rəqəmlə bir təkrarlanma gedir. Son ədədlə, yəni baxın. 2, 4, 8, 6. 2, 4, 6, 8, 6. 2, 4, 8, 6. Və buna görə də hər aldığımız hər qüvvəti 4-ə bölürük. Əgər qalıqda 1 alınırsa birincini, qalıqda 2 alınırsa ikincini, qalıqda 3 alınırsa üçüncünü, qalıqda əgər heç nə alınmırsa, tam 4-ə bölünürsə, o zaman 4-cü rəqəmimizi götürürük. Belə. İndi sizə belə bir tapşırıq verirəm. 2 üstü 64, 2 üstü 516 və 2 üstü 323. Bunların cavabını şərhlərə yazmağa unutmayın. Hələlik.